Salam əziz dostlar, hər kəs Böyük Pullar kanalında xoş gördük. Bugün mən sizə internetdən pul qazandıran növbəti bir saytla tanış edəcəm. Hansı ki bu sayt bu tipli saytlara nisbətən 2 dəfə, 3 dəfə, bəzən 4 dəfə daha çox qazandırır. Belə başlayaq. Proyektin adı qcommet.ru saytıdır. Burada pul necə qazanılır? Burada pulu əsasən sosial şəbəkələr vasitəsilə qazanılır. Bir çoxları da artıq məlumdur ki, sosial şəbəkələrlə şəkillər like eləməklə, qruplara qoşulmaqla bunun müqabilində bizə pul verir. Belə aşağıda qeydiyyat linki yerləşdirmişəm. Həmin linkdən daxil olanda belə bir səhifə açılacaq. Bir dəqiqə. Belə bir səhifə açılacaq. Buradakı qaydalar hər ikisinə tıklayırıq, razıyıq. İstənilən sosial şəbəkə ilə qeydiyyatdan keçə bilərsiniz. Fərqi yoxdur. Facebook, Kontakt, Google, Instagram, Twitter və Adaclassic. Mən kontaktla qeydiyyatdan keçmişəm. Kontaktdan daha çox xoşum gəlir. Üzərinə tıklayıb, hər hansı birinin üzərinə tıklayıb, necə deyirlər, öz profiliniz vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatda yəqin ki, heç bir probleminiz olmaz. Belə, əsas bizi maraqlandıran pul necə qazanılır o barədə. Gördüyünüz kimi artıq məndə 22,168 rubulum var. 19,128 rubulda necə deyirlər, yoxlamadadır. Bu tapşırıqlar, bu elədiyim tapşırıqlardır. Bu 19 tapşırıqda yoxlayandan sonra demək, burada bir dənə mənfi cəhət odur ki, tapşırığın yoxlanması 2-3 gün, bəzən də 4 günə kimi çəkir. Yəni 4 gündən o tərəfə çəkmir. Belə əziz dostlar, başlayaq. Amma burada çox böyük plus odur ki, daha çox qazandırır. Qeydiyyatdan keçəndən sonra daxil olursunuz, siz burada nastroyka bölməsi var, ora. Dəqiqə, daxil olaq. Daxil olandan sonra gördüyünüz kimi burada öz e-mailinizi və yaxud da ki hansı dildən istifadə edirsiniz onu VMR kaşlokunuzu və yaxud da VMZ, yəni ki WebMoney'dən rubl və yaxud da dollar kaşlokunuzu və yaxud da Yandex'dən istifadə edirsinizsə Yandex'i daxil edirsiniz. Daha sonra daxil olursunuz sosial şəbəkələr olan hissəyə, ikinci bölməyə yəni. Burada hansı sosial şəbəkədən istifadə edirsinizsə, gördüyünüz kimi artıq bir neçəsindən istifadə edir. Demək olar ki, Adaclassic'dən başqa digərlərinin hamısından istifadə edirəm. Ona görə bütün profillərimi bura necə deyim, bağlamışam da belə deyim. Burada dabavit vuracaqsınız siz, istədiyiniz sosial şəbəkəni bura əlavə edəcəksiniz. Mən hal-hazırda Twitter'a aid sosial necə deyim, tapşırıqları yerinə yetirə bilmirəm. Çünki mənim Twitter'də necə deyim, məni izləyənlərin sayı azdır. 16-dır. Amma minimum 50-dən olmalıdır. Hər sosial şəbəkənin özünə uyğun necə deyim, şərtləri var. Yəni minimum nə qədər dostunuz olmalıdır və ya minimum nə qədər izləyiciniz olmalıdır falan filan. Belə. Daxil olaq əsas bizi pul qazandırır. Fərz ki, sizin minimal tələbləri ödəyirsiniz. Necə deyim, sosial şəbəkələrinizi də bura əlavə eləmişsiniz. Daxil olaq bizi maraqlandıran pul qazanmaq bölməsinə. Pul necə qazanırıq? Burada görürsünüz kimi çoxlu, necə deyim, bunlar məsəl görəm hamısını seçib, naiti vurun. Buna uyğun, necə deyim, tapşırıqlar. Tapşırıqların sayı görürsünüz kimi həddindən çoxdur. Gəlin bir dənə tapşırığı yerinə yetirək, və yaxud da ki, burada deyir ki, sadəcə bir dəfə video like eləməklə 0,5 rubl qazanırıq. Digər bu tipli saytlarda isə 0,1, bunun yarısı qədər verir, 25 qəpik verir, bəzən az verir, 15 qəpik verir, amma burada ən çox burada verir, 0,5 rubl. Gəlin bunun yerinə yetirək, əziz dostlar. Burada bu aşağıda yaşıl knopka var, işə başlamaq. Bunu tıklayırıq. Tıkladıq. Daha sonra daxil bu adres sayta. Gördüyünüz kimi yazılıb. Bəzən saytı burada da verir. Bəzən burada da. Əgər burada yoxdursa həmin sayt, buradan girin. Gördüyünüz kimi birinci klientin adını yazıb, aşağıda da klient hansı saytı göstəribsə onun üzərinə Peretna sayt zakaz, yəni zakaz eləyən saytına daxil olaq. Daxil olduq. Buranı bağlayaq. Deyir ki, like elə. Biz də bunu gəlin like eləyək. Like elədik, gördüyünüz kimi əziz dostlar. Burada bir dənə bölmə var. Burada hansı nəyi like eləmişiksə, həmin deyir sılkanı, linki yəni copy edirik, qoyuruq bura. Stavit edirik. Daha sonra bura isə hansı akkauntla yerinə yetirmişiksə onu qurbat edirik. Mənim kontakt akkauntumdan seçdik.
Отправить vururuq. Aha, bu tapşırıq artıq yoxlamaya getdi. Yoxlandıqdan sonra 0,5 rubl hesabımıza yatacaq. Artıq buranı bağlayaq, bunu da bağlayaq. Növbəti bir, gəlin bir də Instagramdan yerinə yetirək. Aha, gəlin bir dənəsin. Aha, burada deyir sadəcə abunə olmaqla 0,6 rubl qazanırıq. Gəlin bu tapşırığı da yerinə yetirək Instagram vasitəsilə. Deyir ki, minimum 1000 dənə, 1000 deyirəm, üzr istəyirəm, 100 dənə sizi izləyən olmalıdır Instagramda. Buranı tıklayaq. İşə başlamaq. Görürsünüz ki, əgər burada saytı verməyibsə, daxil oluq buradan, adres saytı. Buradan tıklayırıq. Gəlin buna abunə olaq. Abunə olduq. Daha sonra abunə olduğumuz səhifəni kopirovat edirik. Gətirib qoyuruq burada yerinə. Instagramda bir şey var ki, Instagramda elədiyim tapşırıqlar. Daha sonra bizdə burada Instagram vasitəsilə hansı adımız necədirsə Instagramda, yəni hansı nickname deyim, login deyim, ondan istifadə ediriksə onu bura qeyd edirik. Qeyd elədik. Akkauntumuzu seçirik, yəni hansı akkauntla. Bunu da seçdik. Daha sonra Отправить vururuq ki, getsin yoxlamaya. Getdi yoxlanmağa. Qeyd edim ki, bu mənim, necə deyim, Instagram akkauntum deyil. Bu mənim sadəcə elə belə istifadə edirəm bu akkauntdan. Belə tapşırıqları yerinə yetirmək üçün. Buranı da bağlayaq. Bunu da Instagramda artıq bağlayaq. Gəlin başqa birini də yerinə yetirə bilərik. Gəlin bunu görə yerinə yetirə biləriksə yetirək. Mən bu tapşırığı artıq yerinə yetirmişəm. Aşağıda göstərib ki, artıq bu tapşırığı yerinə yetirmişəm. Başqa birinə baxaq. Burada kontaktla bağlı var. Qrupaya, necə deyərlər, üzv olmaqla. Gəlin bunu yerinə yetirək. Bunda artıq hələ ki dostupun deyil. Digər tapşırıqları yerinə yetirdiyim üçün bugün artıq mənim üçün yoxdur. Demək olar ki, əksəriyyətini bugün yerinə yetirmişəm. Dediyim kimi, əziz dostlar, aşağıda qeydiyyat linkini yerləşdirəcəm. Həmin linkdən daxil olub, necə deyərlər, qeydiyyatdan keçə bilərsiniz. Daxil əsas səhifəyə. Görürsünüz ki, mən 0,5 21 tapşırığım var yoxlamada. 21 tapşırıq, belə deyim də, təxminən bir tapşırıq 1 rubla bərabər götürsək, ortada belə götürək. Bugün artıq 1,1 rublluq tapşırıq da yerinə yetirdim. Dedim ki, əziz dostlar, burada tapşırığın yoxlanması 3-4 gün çəkir. Yəni, tapşırıqları elədim, 3-4 gün gözləyim, tezdən eləyim, elə şey yox. Hər gün daxil olun, hər gün təzə tapşırıqlar olur. Yəni ki, əgər hər gün davamlı necə deyərlər, tapşırıqlar eləsiniz, bir günə deyim də artıq 20, yalan olmasın, 20-25 rubl qazanmaq olar. Bəlkə də daha çox. Belə əziz dostlar, dediyim kimi qeydiyyat linkini aşağıda yerləşdirəcəm. Kanala da abunə olmağı unutmayaq. Belə videoya baxdığınız üçün hər kəsə bir daha təşəkkür edirəm. Çox sağ olun.